Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Dekabr ayının 30-u həftənin çərşənbə axşamı günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Sosial şəbəkələrdə bədənlərini nümayiş etdirənlər cərimələnəcəklər. Bundan bağlı Milli Məclisin bugün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən internet informasiya ehtiyatında və informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətdə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zid formada göstərilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək. İşin hallarına görə pozuntunu törədən şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 30 günədək müddətdə inzibati həbs tətbiq olunacaq. Demək, bu kimi hərəkətlər əgər bir il ərzində təkrar törədilərsə 1000 manatdan 2000 manatadək məbləğində cərimə olacaq və işin hallarına görə pozuntunu törədən şəxsiyyətin nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 aydan 2 aya qədər müddətdə inzibati həbs tətbiq olunacaq və onu da deyək ki, bu qayda bugün Milli Məclisin bugün keçirilən plenar iclasında təsdiqlənib.